2. Mən Dilin Kökəni kitabında ilk dilin necə yaranmasının tam təhlilini vermişəm və burada göstərirəm ki, ilk dil Homo sapiens'in yarandığı dönəmdən üzü günümüzə inkişaf edən bir dil olmuşdu. İlk dil iki səsli Sait Samit və Saiti Samitin sağına keçən ikinci kök formasında olan sözlərdən ilk dil 9 baza Samit səs, 4 baza Sait səsdən iki səsli söz kökləri kimi formalaşmışdı. Daha sonra bu iki səsli köklərdən iki səsli kökün birləşməsindən 3-4 səsli yuvalar formalaşmışdı və bu yuvalar daha sonra fərqli dil ailələrinin yaranmasında lüğət bazasını təşkil etmişdi. Və mənim apardığım təhlillər göstərir ki, ilk dil kök dil olmuşdu və o təxminən 100 min ilə 60 min il arasında inkişaf etmişdi və 60 min ilə 10 min il arasında bəzi dil ailələrində bəzi sözlər şəkilçiləşmişdi və nəticədə plektiv və iltisaqi dillər formalaşmışdı. Və 10 min ilə 5 min il arasında isə plektiv və iltisaqi dillər biri-birindən ayrılmışdı. Düşünülür ki, ilk insan Homo sapiens Afrika coğrafiyasında var olmuşdu və Homo sapiens ağıllı insan, danışan insan təxminən 100 min il bundan əvvəl günümüz Azərbaycan Anadolu ərazisi ilə Ərəb yarımadasını birləşdirən bir coğrafiyaya gəlmişdi və daha sonra buradan şərqə doğru gedən bir hissə 70 min il bundan əvvəl Çin ərazisinə gəlmişdi. Daha sonraki dönəmdə günümüz Çin ərazisindən üzü şimala doğru qalxan bir qrup 25 min il bundan əvvəl günümüz Sibir Altay ərazisində məskunlaşmışdı. Və aparılan arxeoloji qazıntılar göstərir ki, təxminən 16 min ilə 14 min il arasında insanlar bir neçə köç şəklində Bering boğazını keçərək Amerika materikinə ayaq basmışdı. Və biz bildiyimiz kimi Çin ərazisində Çin-Tibet dilləri kök dillər formasındadır. Demək ki, 100 min il bundan əvvəl Ərəb yarımadası günümüz Anadolu Azərbaycan coğrafiyasını birləşdirən yerdə olan insanlar hələ ki kök dil danışırdı. Və elə bu səbəbdən buradan ayrılan günümüz Çin-Tibet ərazisinə gələn insanlar kök dil danışmağa davam etmişdi. Lakin daha sonraki dönəmdə günümüz Türkiyə, Azərbaycan, Ərəbistan yarımadasını birləşdirən coğrafiyada olan topluluqlar bəzi sözləri şəkilçiləşdirdiyindən dillərdə şəkilçilərin formalaşması baş vermişdi.